Qarğaların gizli məhkəməsi. Ölən dostların ətrafında niyə toplaşırlar? Qarğalar haqqında düşüncələriniz dəyişə bilər. Çünki bu quşlar sadəcə ağıllı deyil, həm də uzun müddətli yaddaşa, kollektiv zəkaya və olduqca maraqlı davranışlara malikdirlər. Gəlin qarğaların sirli dünyasına birlikdə nəzər salaq. Qarğaların tez-tez qorxu filmlərində qarşımıza çıxmasının bir səbəbi var. Qarğalardan biri öldükdə digər qarğalar sadəcə uçub getmirlər. Onlar ölmüş yoldaşlarının ətrafında toplaşırlar. Ancaq bu toplaşmanın məqsədi yas saxlamaq deyil. Onlar daha fərqli və bir qədər də müəmmalı bir səbəb üçün orada olurlar. Qarğagillərin beyni təxminən qoz böyüklüyündə olsa da, onların zəka səviyyəsi primatlarla müqayisə edilir. Onlar qabıqlı qozları piyada keçidlərinə qoyaraq avtomobillərin onları sındırmasını gözləyirlər. Hətta fizika qanunlarını anlayacaq qədər ağıllıdırlar. Məsələn, əlçatmaz obyektlərə çatmaq üçün su qabına daş ataraq suyun səviyyəsini qaldıra bilirlər. Dar yerlərdə qalan yeməkləri çıxarmaq üçün özlərinə alətlər hazırlayırlar. Onların problem həll etmə bacarıqları bəzi hallarda 7 yaşdan kiçik uşaqların göstəriciləri ilə müqayisə olunur. Bununla yanaşı qarğagillər çox geniş səs diapazonuna malikdirlər və demək olar ki, eşitdikləri hər səsi təqlid edə bilirlər. Digər heyvanların səslərini çıxararaq onların diqqətini yayındıra, qorxuda və ya yaşadıkları mühitdə qarışıqlıq yaradaraq üstünlük qazana bilirlər. Ancaq qarğaların ən maraqlı xüsusiyyətlərindən biri onların kollektiv zəkasıdır. Əgər bir qarğa hansısa insanı təhlükəli hesab edərsə, həmin insanın görünüşü və xüsusiyyətləri barədə məlumatı digər qarğalara da ötürür. Bu məlumat sürü daxilində yayılır və hətta nəsildən nəslə keçə bilir. Bu səbəbdən bir qarğaya pis davranmaq təkcə həmin anı deyil, gələcək qarşılaşmaları da təsir altına ala bilər. Həyatında sizi heç vaxt görməmiş bir qarğa belə sizdən uzaq durmalı olduğunu öyrənmiş ola bilər. Qarğalardan biri öldükdə həmin yer onlar üçün sanki cinayət məhəlləsinə çevrilir. Toplaşan qarğalar ətrafı diqqətlə müşahidə edirlər. Yerdə nə var? Ətrafda şübhəli görünən kimlər var? Ölümə nə səbəb ola bilərdi? Bütün bunları səssiz şəkildə qiymətləndirirlər. Əgər yaxınlıqda daha əvvəl qarğalara zərər vermiş biri varsa, onlar yüksək səslə xəbərdarlıq edir və həmin şəxsi yenidən təhlükə kimi işarələyirlər. Beləliklə, həmin insanı əvvəllər görməmiş bir qarğa belə digər qarğaların siqnalları sayəsində onu təhlükə kimi qəbul edə və hücuma keçə bilər. Məhz buna görə ingilis dilində bir qrup qarğanı ifadə etmək üçün işlədilən murder, yəni cinayət sözü təsadüfi seçilməyib. Bütün bunlarla yanaşı qarğalar emosional baxımdan da olduqca inkişaf etmiş canlılardır. İnsanlar tərəfindən böyüdüldükdə onlara güclü şəkildə bağlana bilirlər. Hətta bəzən ev iti kimi davranırlar. Əgər təbiətdə bir qarğa ilə dostluq qura bilsəniz, gəzintiyə çıxarkən çiyninizə qonaraq sizə yoldaşlıq edə bilər. Qarğalar empatiya hissinə də sahibdirlər. Onlar sizin üçün nəyin dəyərli olduğunu müəyyən qədər anlaya bilirlər. Əgər bir qarğanı müəyyən bir yerdə mütəmadi olaraq bəsləyib ona qayğı göstərsəniz, o da sizə özünə məxsus hədiyyələr gətirə bilər. Bu hədiyyələr arasında müxtəlif əşyalar, hətta kağız pullar da ola bilər. Qarğalar həqiqətən də təbiətin ən maraqlı və heyrətamiz canlılarından biridir.